Müəllimin işi təkcə dərs deyib evə getməkdən ibarət deyil təbii ki. Müəllimin fəaliyyətləri genişdir. Onun funksional fəaliyyətləri içərisində valideynlərlə iş var, metodiki işi var, şagirdlərlə işi var, zəif şagirdlərlə, istedadlı şagirdlərlə işi var, sinifdən xaric işi var. Bütün bunların hamısının reallaşdırılması üçün təbii ki, müəllimin məktəbdə qalması və müəllimin məktəbdə ən azından saat 3-ə qədər, 4-ə qədər iş fəaliyyəti ilə məşğul olması əlbəttə ki, məktəbimiz üçün üstünlük və cəmiyyətimiz üçün üstünlük qazandıran islahat olacaq. Və bütün bunlarla yanaşı eyni zamanda müsbət tərəf ondan ibarət ki, burada həm də müəllimlərin rifahı da nəzərə alınır. Onların deməli, bu ştat vahidinə uyğun olaraq 2 qat deməli, maaş, əmək haqqı alması onların rifahının yaxşılaşdırılmasına yönəlmiş istiqamətdə, həm də iş rejiminin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində düşünülən planlar da maraq doğuran tərəflərdən biridir.